Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün belə bir sual nizamı verəcəm sizlər üçün. Sualımız çevrə məsələsidir. Çevrənin daxilinə bir düzbucaqlı üçbucaq çəkilib. Düzbucaqlı üçbucağın düzbucaq təpəsi diametr üzərindədir və diametrdə 4 bərabər hissəyə bölünmüşdür. Bizdən istədiyi x bucağın tanqisidir. Və mən bu şəkili qıraqda çəkmişəm və üçbucağın təpə nöqtələrini adlandırmışam, diaqonalla kəsişdiyi nöqtələri adlandırmışam. Bir də ki, diametri adlandırmışam. Onda məsləhətim budur ki, ilk növbədə bu sualı özünüz çalışın yazmağa, sonra izaha baxarsınız. Sualın həllinə belə başlayırıq ki, mən O nöqtəsindən düşünmüşəm ki, O nöqtəsindən AC-yə bir perpendikulyar endirim. O nöqtəsindən AC-yə endirilən perpendikulyarı da kiçik h-la işarə edirəm. Və burada nəyə görə endirirəm bu perpendikulyarı? Çünki biz bilirik ki, mərkəzdən vətərə endirilən perpendikulyar vətəri 2 bərabər hissəyə bölür. Burada da AC vətərdir. O mərkəzdən hündürlüyü endirsəm, onda belə bir AH-ın AH bərabər olar HC-yə. Yəni böyük H olsun, fərqi yoxdur. AH bərabərdir HC, 2 bərabər hissəyə bölür. Bu nəyə görə bərabər olur? Bu da çox sadədir. Çünki mərkəzdən OC-ni birləşdirsək və B-ni, OA-nı birləşdirsək, bunlar OA ilə OC radiuslar olur. Radiuslar da bir-birinə bərabər olduğu üçün bu AOC üçbucağı bərabər yanlı üçbucaqdır və təpədən çəkilən hündürlük də məlumdur ki, həm median, həm də tənbələndir. Oturacağı 2 bərabər hissəyə böləcək. Yəni AH bərabərdir HC olur. Sonra növbəti addımımız necə olacaq? Mən B təpəsindən bir də üçbucağın öz hündürlüyünü çəkirəm. Yəni AC-yə B n olsun. B-nin hündürlüyü olsun. B-nin hündürlüyünü də çəkəndən sonra bu x bucağın gördüyünüz kimi qarşılıqlı bucaqdan digər tərəfə keçə bilir. Bərabərdir. Qarşılıqlı bucaqlar bunlar bir-birinə bərabərdir. O DH ilə C, DN bir-birinə bərabər olur. Və burada da gördüyünüz kimi bir bucaq 91-i x-dir. Bir də ki, məsələn, alfa desək, böyük üçbucaqdan yenə BN D üçbucağından biri 91-i x, biri də alfa olacaq. Və buradan da uyğun bucaqlar bir-birinə bərabərdir. Uyğun bucaqların bərabərliyindən biz bunların paralel olduğunu söyləyə bilərik. Yəni, B, N-lə OH bir-birinə paralel olur. Paraleldirsə, bir də görürsünüz ki, O nöqtəsi bu B, D, N üçbucağının BD tərəfinin orta nöqtəsidir. Və bunlar da paralel olduğu üçün digər tərəfdə də yenə bərabər parçalar ayrılacaq. Burada onda NH-la HD, NH-la HD də bir-birinə bərabər oldu. Onda belə çıxır ki, OH BDN üçbucağının orta xəttidir. Onda buna kiçik h desək, B-nin də onun 2 misli 2H olacaq. Bu da ki, məlumdur ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Burası bu qədər və sonra biz əgər NH-a A desək, H, D də A olacaq. Demişdik ki, 2 bərabər hissəyə bölünür. A-ın da bir B desək, B olsun. Sonra biz yuxarıda yazmışıq ki, AH ilə HC bir-birinə bərabərdir. AH-mız əgər AH A plus B verirsə, yəni göstərdiyimiz kimi A plus B-yə bərabərdir. Onda HC də bizə A plus B-ni verir. H, D, B, A olduğu üçün burası da B qalır. Onda nə bilirik? Düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı oturacaqdakı parçaların hasilinə bərabərdir. Onda B-nin kvadratı bərabərdir AN vurulsun NC-dir. Burada da B-nin 2H-dır. 2H-ın kvadratı bərabərdir AN. AN-imiz nədir? AN-imiz B-yə bərabərdir NC. NC də 2A plus B-dir. Onda 4H kvadratı bərabərdir. B vurulsun 2A üzərinə gəl B qalsın. Bunu yazdıq. Sonra keçək, görək bu vətərlərin kəsişmə xassəsinə görə. Əgər vətərlərin görürsünüz ki, 4 bərabər hissəyə bölünüb diametr. Mən bunların hər birinə nə deyə bilərəm? Ta ki, C desəm, bu bərabər hissələrə C desək, onda vətərlərin kəsişmə xassəsi ilə diametrlər kəsişir AC ilə. Onlar kəsişmə nöqtəsində görürsünüz D nöqtəsində kəsişir.
onda bu mütənasib parçalar bir-birinə hasili bərabər olur. Qıraqda bunu göstərə bilərik. Belə bir şəkil olsun. Çevrə şəkli olsun. Və vətənlər kəsişəndə bu A, B, C dedirsə, A ilə B-nin hasili C ilə D-nin hasilinə bərabərdir. Biz də bu xassəni burada tətbiq eləyəndə B ilə B üzərinə gəl 2A-nın hasili bərabər olmalıdır. C vurulsun 3C-yə. 3C. Onda 3C kvadratımız olacaq. B vurulsun B üzərinə gəl 2A. Bu B vurulsun B üzərinə gəl 2A da 4H kvadrat olduğu üçün onda 3C kvadratımız olacaq 4H kvadratına bərabər. Bizdən istədiyi isə tangens, əlbəttə ki, x buzağının tangesini istəyirdik. Bu da bu OH D3 buzağından tangens x'imiz bərabərdir. Tangens bitişiyin, qarşı katinin bitişik katinə nisbəti. H-ın A-ya nisbəti kimi yazırıq. Buradan da artıq bunu tapmaq biz üçün çox da çətin olmayacaq. Nəyə görə? Biz buradan Pifaqor teoremini tətbiq eləsək həmin o H D3 buzağında H kvadratı üzərinə gəl A kvadratımız bərabərdir C kvadrat. Buradan da 3C kvadratı 4H kvadratına bərabərdir. Bunlara məsələn C kvadratına desək 4K, H kvadratımız da 3K olsa, onda A-nı tapa bilərik də. C kvadratının yerinə H kvadratının yerinə 3K yazarıq. Üzərinə gəl A kvadratı bərabər C kvadratının yerinə də əgər biz 4K yazsaq, A kvadratımız da K olur. Onda H-ımız kök altı 3K, A-mız da olur kök altda K. Tangens alfamız da tangens x-imiz də olacaq. Kök altında 3K bölünsün K. Bunlar tangens x-imiz oldu kök 3. Əslində bizə tangens x istəyirdi, kök 3'dür. Amma bunun buzağının dərəcə ölçüsü də məlumdur. İti buzaq olduğu üçün məlumdur ki, tangens kök altda 3'ü 90 dərəcədən kiçik hansı buzaq altında alır? 60 dərəcə. Deməli x-imiz də 60 dərəcə olacaq və yaxud elə tangens istəyirdi. Kök 3 oldu. Yəni bu sual mənə sosial şəbəkələrdə rast gəlmişdi. Birində diqqətimi çəkmişdi. Yaxşı da bir sualdır. Maraqlı sualdır. İzahını verdim. Sağ olun hər birinizə. Uğurlar.